Sizi yenidən salamlayıram. Bugünkü mövzum elektron qayma faktur barəsində olacaq. Elektron qayma faktura təqdim edilərkən nələrə diqqət edilməlidir? 23-cü ilin sonlarından artıq əvvəlki elektron qayma sistemindən əlavə olaraq yeni portal üzərindən də elektron qaymələrin təqdim edilməsi aktiv olunurdu. Lakin bu yaxınlarda köhnə portal üzərindən artıq qaymələrin təqdim edilməsi dayandırılacaq, artıq qaymə təqdim olunması yalnız yeni portal üzərindən olacaqdır. Elektron qayma faktura təqdim edilirsə, yeni portala daxil olduqdan sonra elektron qayma fakturalar bölməsinə keçid edirik. Burada bizi gələnlər, göndərilənlər, qaralamalar hissəsi, həmçinin yuxarı hissədə elektron alış aktı və digər məlumatlar əks olunur. Biz hər hansı vergi ödəyicisinə elektron qayma faktura təqdim etmək istəyiriksə, bu zaman təqdim etmək hissəsindən həmin qaymənin növünü seçərək, təcrübədə əsasən dəfələrlə istifadə elədiyimiz, tez-tez istifadə olunan malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə elektron fakturanın təqdim edilməsidir. Yeni elektron qayma faktura açıldıqdan sonra artıq növbəti hissə bizim qarşı tərəfin bölününü daxil etməyimiz olur ki, o bölünü daxil etdikdən sonra davam et düyməsinə basaraq artıq qaymənin tərkib hissələrində hansı məlumatları daxil etmək istəyiriksə, onları göstərəcək. Elektron qaymə sistemi vergi ödəyicilərindən asılı olaraq iki şəkildə açılır. Qeyd olunan vergi ödəyicisi əlavə dəyər vergisi ödəyicisi olmadığından, onda yalnız 9 sütunda məlumatlar vardır. Amma ƏDV ödəyicilərində bu məlumatlar daha geniş şəkildə olur. ƏDV-nin dərəcələri, faizləri və s. məlumatlar da əks olunur. Gəlin ümumi hissəyə nəzər salaq. Ümumi hissədə ilk işimiz malın kodu hissəsidir. Yeni sistemdə elektron qaymə təqdim edərkən əlavə edilmiş üstünlüklərdən biri malların və xidmətlərin kodlarının müvafiq xanalardan seçilməsidir. Əgər biz hər hansı bir kodu əlavə ediriksə və bu malların siyahısında yoxdursa, deməli onu xidmətlər hissəsində axtarmalıyıq və o mal kodu deyil. Əgər təqdim etdiyimiz hər hansı bir maldırsa, o malın əldə olunması zamanı biz elektron qayma faktura və yaxud da yük gömrük bəyannaməsi ilə əldə ediriksə, orada həmin mal kodları olur ki, həmin malların təqdim olunması zamanı da eynən həmin kodları istifadə etməyimiz məsləhətdir. Əgər bizim fəaliyyətimiz malların alqı-satqısı ilə bağlıdırsa. Mal kodlarından birini seçdikdən sonra artıq müvafiq olaraq malın, xidmətin adını əlavə edirəm və ondan sonra artıq ölçü vahidini əlavə olunmuş ölçü vahidlərindən uyğun olanını seçib və vahidinin satış qiymətini daxil etdikdən sonra miqdarını daxil edirəm və həmin məlumatı əlavə edib aşağı hissədə qaymənin tərkib hissəsinə əlavə edirəm. Ta ki, mən təqdim etdiyim mal yox, hər hansı bir xidmət növü olarsa, o zaman xidmətlər bölməsinə keçid edib, kodu yazaraq həmin xidmətin adını koduna uyğun olaraq seçirəm və ondan sonra özümün təqdim etdiyim xidmət və yaxud da adı qeyd edirəm. Və ondan sonra yenidən ölçü vahid olaraq, tutaq ki, mən burada metr istifadə edirəm və vahidin satış qiymətini və miqdarını daxil etdikdən sonra yenidən əlavə edib mal xidmət siyahımı həmin xidmətə əlavə edə bilirəm. Bundan başqa yeni funksiyalardan biri də mənim əlavə etdiyim xidmətlərin və yaxud da kodun mənim mallarımda yadda saxla funksiyasıdır ki, əlavə olunmuşdur yeni qaymə sisteminə. Orada yadda saxlamaqla növbəti dəfə həmin hissənin avtomatik olaraq gətirilməsinə kömək etmiş oluruq.
İndi isə ƏDV ödəyicisi olan vergi ödəyicilərin qaymələrinə diqqət yetirək ki, ƏDV ödəyiciləri üçün qaymə təqdim edilərkən onların ekranında bu şəkildə qaymə tərtibatı görünür. Artıq mal kodu və adı yazıldıqdan sonra bizim digər işimiz həmin əməliyyatların ƏDV 18% dərəcə ilə cəlb edilən, 0 dərəcə ilə ƏDV-dən azad və yaxud da ƏDV-yə cəlb edilməyən kimi təsnifləşdirilməsidir. Əlavə dəyər vergisinə 18% dərəcə ilə cəlb edilən və digər 3 hissə adətən qarışıq salınan hissələrdəndir. Çünki əlavə dəyər vergisinə 0 dərəcə ilə cəlb edilən hissə, həmçinin əlavə dəyər vergisinə azad olunan və cəlb edilməyən hissələrə məbləğ yazan zaman heç bir vergi hesablanmır. Lakin mahiyyətinə görə bu 3 hissə bir-birindən fərqlənən hissədir. ƏDV-yə azad olunan əməliyyatlar sırf vergi məcəlləsində azad olunması nəzərdə tutulan əməliyyatlardır ki, yalnız o zaman bu hissəyə məlumatlar daxil edilir. Lakin əlavə dəyər vergisinə 0 dərəcə ilə cəlb edilən əməliyyatlar qarşı tərəfdən təqdim olunan sertifikat, lisenziyalar, həmçinin vergi məcəlləsində nəzərdə tutulan bəzi hallar olduğu zaman və vergi ödəyicisinin fəaliyyətinə uyğun olan zaman tərtib edilən hissədir ki, bu hissələrə diqqət olunmalıdır. Mal və yaxud da xidmətlərlə bağlı hissələrə məlumatları daxil etdikdən sonra bizim növbəti vəzifəmiz artıq əsas və əlavə qeyd hissələrinə məlumatların yazılmasıdır. Göründüyü kimi əsas hissənin doldurulması zəruridir, lakin əlavə qeydlərin doldurulması hissəsində zəruri bir nişan qoyulmamışdır. Lakin həmişə əsas və əlavə qeydlərdə qeydlərin aparılmasının tərəfdarı olmuşam. Əsas qeydlərdə müqavilə nömrəsi, tarixi, əlavə qeydlərdə isə bəzən vergi ödəyiciləri öz bank hesablarını və yaxud da yazdıqları ödəniş üçün olan hesab faktura, invoice və yaxud da PIO nömrələrini digər təsdiq edici, həmçinin ətraflı məlumat üçün qeyd edirlər. Müvafiq olaraq əsas və əlavə qeydləri apardıqdan sonra artıq imzalı və göndər xanası bizim üçün aktivləşir və həmin imzalı göndər xanasına basmaqla biz qayməni qarşı tərəfə göndərmiş oluruq. Bundan başqa nəzərinizə çatdırım ki, göndərilən qaymələr 5 gün ərzində göndərilən tərəf tərəfindən təsdiqlənmədiyi halda sistem tərəfindən təsdiqlənir və həmin 5 gün ərzində göndərilən tərəf həmin qayməni düzəliş üçün geri göndərə bilər və yaxud da qayməni göndərən tərəf qaymə təsdiqləndiyi halda belə növbəti əlavə dəyər vergisi bəyannaməsini təqdim edilən müddətə qədər göndərdiyi qaymədə düzəliş edib, qarşı tərəfdən həmin düzəlişin təsdiq edilməsini istəyə bilər. Qaymə mövzusu geniş mövzudur, lakin təqdim edilmə barədə olan nüansları bu videoya sığışdırmağa çalışdım. Lakin hansı sualınız, təklif və rəyləriniz olarsa qeyd etməyi unutmayın.